Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Fars'ta seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il avqustun 17-sinə keçən gecə Balaxanı qəsəbəsində fərdi evin qarşısında aralarında yaranmış mübahisə zamanı 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyev məişət təyinatlı bıçaqla arvadına ümumilikdə 11 dəfə zərbə vurub və hadisə yerindən uzaqlaşıb. Sabunçu tibb mərkəzinə çatdırılan Xomar Həsənli səhər saatlarında dünyasını dəyişib. Bəxtiyar Vəliyev 12-ci polis şöbəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib. 17 avqust 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında baş verib. Hadisə yerində qan ləkələri aşkar edilib. Həmin gecə 12-ci polis şöbəsinə könüllü gələn Bəxtiyar Vəliyev arvadını bıçaqladığını etiraf edib. Səhər saat 8 radələrində Sabunçu tibb mərkəzindən polis şöbəsinə Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Xomar Həsənlinin ölməsi barədə məlumat verilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Xomar Həsənlinin ölümünə aldığı yaralarla əlaqədar baş vermiş massiv qan itirməsi səbəb olub. Mərhuma məxsus mobil telefona baxış keçirilərkən, orada qadının naməlum şəxslə foto şəkilləri və video görüntüləri olması məlum olub. Əhəmiyyət kəsb etdiyindən onlar cinayət işi materiallarına əlavə edilib. İstintaqla müəyyən edilib ki, avqustun 15-də Bəxtiyar Vəliyev rəsmi nikahda olduğu BBC qızı Xomar Həsənliyə məxsus mobil telefonda başqa şəxslə foto şəklini görüb onu öldürmək qərarına gəlib. Bu məqsədlə növbəti gün saat 23:30-da Zabrat qəsəbəsində yerləşən marketdən məişət təyinatlı bıçaq alıb. İdarə etdiyi avtomobilində övladları ilə birlikdə arvadının işlədiyi gözəllik salonuna gedib. Yoldaşını iş yerindən götürüb yaşadıqları Balaxanı qəsəbəsinə yollanıb. Avqustun 17-si gecə saat 1 radələrində evin qarşısına çatandan sonra uşaqlar maşından çıxıb içəri keçiblər. Avtomobilin salonunda Xomar Həsənliyə mobil telefonda olan şəkli göstərərək naməlum şəxsin kim olduğunu dəqiqləşdirmək istəyib. Amma həmin vaxt telefonda şəkildən savayı qadının həmin şəxslə olan video görüntüsünü də görüb. Yanındakı kişinin kim olmasını soruşduqda Xomar Həsənli cavab vermədən maşından düşüb qaçmağa çalışıb. Dərhal avtomobildən çıxıb darvazanın qarşısında qadını tutaraq müstəsna dərəcədə rəhimsizliklə döş qəfəsinə, qarın və bel nahiyələrinə ümumilikdə 11 dəfə zərbə endirib. Bu hərəkəti ilə Bəxtiyar Vəliyev zərər çəkmişi qəsdən həyatdan məhrum edib. 24 sentyabr 97-ci ildə Bakı şəhərindən olan Ulusuz Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli Balaxana Operation Company Ltd şirkətində sürücü işləyirsiniz. İşləmişsiniz, əvvəllər məhkum olunmamışsınız. Füzuli rayonu Füzuli şəhəri PMK 15 qəsəbəsində qeydiyyatdasınız. Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı Mədən küçəsi nömrəsi fərdi evdə yaşamısınız. Bakı İstinlaq Təcridxanasında saxlanılırsınız. Buyurun, nə vəsatət deyirsiniz, nə demək istəyirsiniz? İstəyərdim ki, qapalı keçirsin. Niyə? Bəxtiyar mənim qardaşım olurdu. Atası Xanım, niyə? Səbəb odur ki, 2 qız övladı var. Vuran ölən mənim balamdır. O da mənim qardaşımın balasıdır. Ona görə ikisi də 2 zərbəni mən alıram da. Ona görə ailə söhbəti, 2 qız övladı var. Ona görə ailə söhbətidir. Audio, video söhbəti istəmirəm, möhtərəm hakim. Qapalı keçirilməsini istəyir. Keçirilməsini istəyirəm. Xanım vəsatət verir ki, qapalı keçirilsin məhkəmə iclası. Olar. Samilə Həsənovanın məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatəti əsassız olduğundan təmin olunmadan rədd olunur. Ümumilikdə 11 ədəd deşilmiş, kəsilmiş xəsarətlər yetirib, Həsənli Xomar Həsənli qızının xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Qalxmayaraq, dövlət damcısı sizə verilən ittihamı elan elədi. Siz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini törətməkdə təqsirli bilinirsiniz. İttiham təsdiq olunacağı təqdirdə
sizi deməli 20 ilədək və ömürlük azadlıqdan məhrum etmə cəzası həmin maddənin sanksiyasında nəzərdə tutulub. Yəni bunu bilməlisiniz. Elan olmuş ittiham üzrə özünüzü təqsirli bilirsinizmi? Sualının 3 cavabı var. Özümü təqsirli bilirəm, özümü təqsirli bilmirəm, özümü qismən təqsirli bilirəm. Biz hansını qəbul edirik? Özünüzü qismən təqsirli bilirsiniz. Yəqin ifadə verəndə aydınlıq gətirərsiniz ki, nəyə görə qismən təqsirli bilirsiniz. Aydınmı? Məhkəmə iclasında Bəxtiyar Vəliyev bildirib ki, BBC qızı Xumar Həsənli ilə 2016-cı ildə evlənib. Nigahdan 3 övladları dünyaya gəlib. 2020-ci ildə arvadının telefonunda sevgi xarakterli ismarıcılar gördüyündən ona telefon işlətməyə icazə verməyib. Mübahisə edərək onu evdən qovub. Amma bir müddətdən sonra qohumları vasitəsilə barışaraq yenidən birlikdə yaşamaqda davam ediblər. Hadisədən təxminən 10 gün əvvəl yoldaşından şübhələnməyə başlayıb. Avqustun 15-də onun telefonunda tanımadığı şəxslə şəkillərini görüb. Bıçağı supermarketdən alıb. Ayın 16-sında yoldaşı işdən çıxandan sonra Balaxanı qəsəbəsinə gəliblər. Foto şəkli Xumara göstərib, yanındakı şəxsin kim olduğunu soruşsa da o cavab verməyib və maşından çıxaraq qaçıb. Çataraq onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurub. Uşaqları artıq hasarın digər tərəfində olduqlarından hadisəni görməyiblər. Yoldaşına öldürmək məqsədi ilə zərbələr endirib. Ucadan danış. Başa düşdüm. Ondan başla ki, nə vaxtdan evlisiniz, münasibətlər necə olubdur və necə oldu gəldi bu səviyyəyə çatdınız? Siz dediniz ki, neçənci ildən ailəlisiniz? 16, çünki 19 değil mi? Rəsmi cihaz var orada. Siz həyat yoldaşınızdan nə vaxtdan şübhələnməyə başladınız? Niye şüphelendiniz? Telefon işlerdir, yani ham telefon işlerdir. Telefona bakmış, sizde şüpheli gelen məqamlar var mı? Telefona bakmadım ben, hemen bakmışsın. Hadise gününe kim o telefonuna bakmamışsınız? Hadise gününe kim biliyorum. Siz ben sorunuz. Telefonuna bakmıştık, bakmamıştık. Ne baktınız? Baktınız, ne gördünüz? Ne şekil? Kimi gördünüz? Özünden soruştunuz mu? Neçə zərbə vurmuşsunuz? Yalnızda da 200 belərsə. Harasından vurmuşsunuz? Karın boşluğu, ondan kürəyi sizə karından vurduğum yanına gəldi. Qarın boşluğu, kürəyindən vurduğun yazıldı. Bıçağı nereden almışdınız? Bıçağı marketten almışdım. Ne bıçağı? Ev bıçağı. Təsvir edə bilərsiniz bıçaq necə? Sarı qoxlu Qatlarından ne diyorsunuz? Yox, qatlarından. Bıçağı neyinə də sonra? Bıçaq elə hadisə yerinə atdım. Hadisə yerinə atdınız. Siz zərbə vuranda o sizə müqavimət göstərdi və xahiş elədi ki, vurmayasınız. Yox, qardaşın adını çağırırdı. Belə Qardaşının adını hiç aldı. Talih evdə olduğuna görə. Qardaşı bir nevi yaxınlıqdaydı. Qardaş üçün evimin qarşısında Qapısını. Siz o bıçaqla vurmaqda məqsədiniz nə idi? onu öldürmək üçün vurmuştum. Öldürmək üçün vurmuşdunuz. Öldürməyin deyirsiniz ki, səbəbi də qısqanclıqdır. Xəsarət yetin, o bıçaq zərbələrindən də öz əlinizi də kəsmişdi. Nətər oldu ki, bıçaq əlinizi də kəsdi? Vallahi bilmirəm, yəqin ki, baxmayan yeri kəsib belə. Polisə qardaşınızla birlikdə getmişsiniz. Qardaşınızın adı familiyası, atasının adı nədir? Vəliyev Şeyləri, Müqama. Siz polisə gəlib hadisə barəsində məlumat verdiniz. Bəli, Siz istintaqda da ifadələr vermişsiniz. Həmin ifadələri təsdiq edirsiniz. bəli.
Elə bir hal var ki, istintaqda bir cür demişsiniz, indi fərqli bir fikriniz. Zərərçəkmiş şəxsin hüquqi varisi. Mən balam öldürmək deyildi də. Mən sağlam olmuşam, mat olmuşam, yetim olmuşsunuz siz. Mən sağlamışam sizi. Mən balamı gərək öldürməzdin sən. Mən balamın günahı yoxdur, şəkil istadan mı öldürürlər? Gətirib dərdim mama, qeyrəti çəkə bilmədim, o qızlarını düşünmədim mi? Qızların yanında öldürmüsən mən balamı. Əyləşin. Sualınız yoxsa əyləşin. Hadisə törədilən zaman içkili olmusunuz. Harda qəbul eləmişdiniz? Nə qədər spirtli içki qəbul eləmişdiniz? Məhəllədə. Və o spirtli içki necə təsir eləmişdi sizə? Demək istəyirəm ki, siz ayıq olsaydınız, hadisəni törədərdiniz. Bibimiz qızı, doğma bibimiz. 2016-cı ildə dediniz, evlənmişsiniz, 2 uşağınız var. 3 uşaq var. 3 uşağınız var. Amma hadisə törənəndə neçə uşağınız var idi? Yalnızca 2 dənə. Ortancıl qızı ilə balaca oğlu maşındaydı. Hadisədə maşında oldular. Onu soruşmam. Ümumiyyətlə neçə uşağınız var? Övladınız var. Soruşlar, 3 övladınız var. Hanım sakit olun. Əvvəl, Hadisə baş verəndə nə işləyir? indi gözəllik salonunda işləyir. Gözəllik salonunda işləyirdi. Yəni orada işləməsinə onun, belə deyək də, sizin razılığınızla mı girib işləyib, yoxsa necə? Razılıq yox idi, indi prosta qonumlar verirdi ki, işləsin. Nə üçün bunu soruşuram? Deyirsiniz ki, telefon işlətməyə icazə vermir. Əgər bu xanım gözəllik salonunda işləyirsə, bu telefonu da olmalıdır ki, bu sifariş qəbul edilsin. Məhəllədə işləyirdi, elə hamı tanıyırdı məhəllədə. Bu şəkildə gördüyünüz o şəxsi ümumiyyətlə dediniz, bayaq sual cavablandırdınız ki, bilmirəm kimdir. Sonradan da bu barədə bir məlumatınız yox ki, bilmirsiniz. Ayrılmışdılar. Ayrılmışdılar. Hadisə. Xanım, siz susabilirsiniz. Bu ayrılığı izah edin mənə. Rəsmən nikahınız pozulmuşdu, yoxsa... Yəni, telefon işlətdiyimi bildiyim, sakitcə getdim, verdim özünə, hər öz evinə də belə. Ondan sonra... Bir dəqiqə. Getdin, baxdın, telefonda gördün, sənə, deyək, əxlaqla bağlı şübhəli bir məsələ gəldi ortalığa. Birinci gün, telefon görən günü yox. Telefonu işlətdiyimi bildim. İşlətdiyim deyiləm da. Necə hər öz evinə? Telefon işlətməklə hər öz evinə necə? Yəni, məndən idarəsi işlədir. Başa düşdüm da, siz dediniz ki, ayrılırıq, yoxsa çıx get anangilə, atangilə, yoxsa necə? Ayrılırıq demişdim. Ayrılırıq. Xanım da getdi. Getdim, mən də getdim, qardaşım bizə qaldım ki, məhlədə olmuyor. Qaldığınız ev kimə məxsusdur? İndiki, İndikini bilmirəm. Bax, o dediyim insidentin başladığı ev. Hansı ki, siz oradaydınız, siz getdiniz qardaşınız gilə, onu getdi valideynlərini öz evim. Atamdır. Sənin ata evində. Sizdən başqa o evdə yaşayan da mı var? Qardaşım yaşayır. Həmin evdə, siz yaşadığınız evdə. Subay qardaşdır, evli subay. Valideynləriniz yoxdur. Evet. Bax, o birinci dəfə ki, deyirsiniz, belə bir şey olmuşdu. Onda nə görmüşdünüz? Yazışma idi, şəkil idi, yoxsa nə idi? Yazışma görmüşdüm. Motiv nə idi? Yazışmanın məzmunu nədən ibarət idi? Mənim də sevgi kimi. Yenə sevgi, məhəbbət məzmununda, mövzusunda. Necə oldu ki, bir hadisə günü və yaxud da hadisədən bir gün qabaq siz faktiki sizdən ayrı yaşayan qadın bir də çağıraqçı oldunuz və yaxud da ki, necə oldu təsadüf görüşdünüz, necə oldu sizin marşınıza oturdu? Yox, ondan hardasa bir 6-7 gün olar barışmışdı. Bu axırıncı hadisədə. Bir də barışdınız. Aha, sonra? Qayıtdı evə. Uşaqlar yığırdı. Qayıtdı evə. Bəli. Aha. Qayıtdıq elə deyəndə bir gündə qaldı. Siz də getmişdiniz biriniz gilə. Aha. Necə oldu ki, o telefon sizin əlinizə keçdi və siz onu görəsi oldunuz? Telefon kodunu bilirdim, ben baxırdım, tez-tez baxırdım. Artıq uca qəbulləmişsiniz də ki, o telefon işlədir. Bəli, demişdim mən də, bir işlədəndə demiş ki, işlədir. İşlədir. Telefonun demək, açıb bağlama kodunu Mən bilirdim, demişdim. icazəsiz götürdünüz vaxtınız, yoxsa? Yox, icazə var idi, yəni özü bilirdi də telefonu. Aha. Yəni onu da görmüşdüm də, ondan bir gün qabaq görmüşdüm. Bəs ondan qabaqda mı, baxmışdınızmı? Sizin axırıncı gördüyünüz o şəkillər yeni idi mi, yoxsa? O maildə olubdu, belə qaleriyada görməmişəm də,
Bəli, maildə oldu. Hadisə nə vaxt baş verib? 16-sı, avqust. Avqustun 16-sı. Xanımızın bir geyimindən, geydiyi paltardan bir müəyyənləşdirə bilmədiniz ki, bu hansı dövrə əhatə edən foto şəkildir? Məsciddə çəkmişdi, belə. Məsciddə çəkdirilmişdi şəkildə. Bu öldürdüyünüz ərəfədə həmin paltarını geyirdi, yoxsa? Yox, başqa paltar geyinirdi, don geyinmişdi. Bəs sərxoş vəziyyətdə deyirsiniz, xeybə içmişdim. Avtomaşını idarə edərkən baş verib bu hadisə. Niyə o vəziyyətdə maşın idarə edirsiniz? Bizdən belə bir məhəllə ora 10 metrdir, elə bir oradan götürüb elə şey yaparmışam. Evə gedirdim, mən deyirəm, onu götürüb yaparmışam. Bir yerdə zərbələr vurursunuz da. Harada başlamışsınız, elə orada da sonuncu zərbəni vurursunuz. Özünüz elə hesab edirsiniz ki, 3 zərbə vurmuşsunuz, amma ekspertlərine əsasən 11 zərbə. Törətdiyiz əməldən peşmançılığınız var. İndi uşaqlarımız kimin himayəsindədirlər? Qaynamızın həm də bir-birimizin Zərər çəkmiş şəxsin hüquqi varisi Samirə Həsənova ifadəsində göstərib ki, o Bəxtiyara xumarın işlədiyini, müştərilərin ona zəng etdiyini bildirib, telefon işlətməsinə icazə verməsini xahiş edib. Avqustun 17-sində oğlu ona zəng edib, ölüm hadisəsi haqqında məlumat verib. O dərhal 3 saylı xəstəxanaya yollanıb. Qızı eyni taksi ilə işə gedib gəlib. Sürücünün adı Mətləb olub. Bir dəfə onun maşını ilə rayona gediblər. Həmin şəxsi rayonda heç kimə öz kürəkəni kimi təqdim etməyib. Mərhumun anası Bəxtiyar Vəliyevin çox şeyləri yalan danışdığını və buna görə ondan şikayətçi olduğunu bildirib. Tanrı xanım, keçmiş olsun. Allah rəhmət eləsin, başınız sağ olsun. Qızınız idi mərhum. Təsirləndirilən şəxs də ifadəsində bildirdiyi kimi qardaşınızın oğludur, oğlunsuz. Sizə izah edirəm. Yəni, siz bilə-bilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyırsınız. Əslində Bəxtiyar istəmirdi telefon işləsin. Yaxın ərazidə olduqlarına görə, yəni evləri salonun 10 metr fərqi var idi. Qızım həmişə söylüyordu ki, mama telefon qoymur. Mən də deyirdim ki, Bəxtiyar, telefon məni arayıb gəzirlər də, salon işlədir. Gündə bu bağları üçün eləyir, sənə yardım eləyir. Mənim qızımdan sənə ziyan gələsi deyil axı. Atasız, anasız böyümüsünüz, mənə də əziyyətdir. Altını inanırsa maşınına kimi aldım, verdim ki, Bəxtiyar, xumar arası lazım olanda get, gəl, uşaqları apar, məktəbə gətir, mənim işim azalsın, mən də yoruluram, mən sizi zülümdən saxlamışam, özümün 3 balam yetim olub. 3 pullar olubdu, 3 mənə yetim verdin, getdim Bəxtiyar. Mənim günahım nə idi? Mənim balama xeylə qız deyil idi ki, dursun, sən Allahsın, o qədər qorxaq qız idi, möhtərəm hakim. O öləsi deyil idi. Götürüb qızımı gəlib 2 aydır bunları ayırmışdım, nətər ayırmışdım. Dedim, amma Bəxtiyar mənə deyir, səni öldürəcəm. Dedim, Bəxtiyar onu eləməz qızım. Bəlkə nəsə problemimiz var, dedi, mənim problemimiz adım yoxdur. Bəxtiyar deyir, telefon işlətmə onun üstündə. Mən də dedim ki, işlətmə deyir, qızım işlətmə deyir, ay mama. Bəs mən işlətmədən də hər gün 180, 150, 120, 50 pul qazanıram mən salonumdan da. Axı, niyə qoymur ki, Bəxtiyarın da öz işinə görə balalarımız var da, bəs bu yükü ikimiz çəkməliyik. Dedi ki, dedim qızım, əriyin məsləhəti ilə də. Dedi ki, yox mama, mənə qorxuzur, yanında rahat yata bilmirəm, yatıram, məni itəlir ki, səndən xoşum gəlmir, düş aşağı, sən mənə layiq deyilsən, təhqir edici sözlər deyil. Mən də dedim ki, qızım, qorxursansa, gəl bizdə rahat yat. Bəxtiyar da istəyər, gələr. Bəxtiyar özü bilir, mən oğlumdan seçməmişəm. Allah'ın olsun seçməmişəm. Götürüb gəlmişəm qızım evə, 2 aydan sonra demişəm, Bəxtiyar, gedirəm, rəsmi sizi boşatdıram. Xumarı deyib ki, hələ mamama deyirəm, boşatdım azım. Mənim bunu verəcək uşağı, 3 dənə uşaq puluna verəcək, mənim pulum yoxdur, nə deyirəmsə düz deyirəm. Dedi, yanvar ayında boşatdırarıq, boşanarıq, xumar, gedib məsləhətimizlə boşanarıq. Mən də dedim ki, Bəxtiyar, elə bilmə, xumarla boşanarsan, mən səni atarım, sən mənim qanım, canımsan. Mən səni evləndirməyə hazıram, qoy xumar balaların saxlasın. Demirsən evlənirəm, ayrılıram, ayrıl. Mən səni yenə evləndirəcəm, amma sən mənim evimə qızımın həyat yoldaşı olduğuna baxmayaraq, gələsən də, gedəsən də, sən mənim evimin üstolumun başını gülürsən, Bəxtiyar. Mənim qardaşım yoxdur, mənim qardaş əvəzimsən.
Ama Bəxtiyar var, Yöndərəm hakim gəldi, mənim balamı qapımın ağzında öldürdü. Gəlin hadisə günündə necə oldu? Dedim o biri qızım gilədə bir şeyler almışam. Bəxtiyarın böyük kızı Pərvanə ilə 2016 təvəllüddür. Oy Allah. Gittim ora ki kızıma da pazarlık edeyim. Ben içeri girmiştim, oğlum yığdı ki mama öldü. Dedim Talih birden bacıyı öldürürsen seni tutturamam, öyle bilmem. Talih'e demiştim ki Talih birden olabilir, Bəxtiyarın o xumar dalaşar ama Bəxtiyara neyse eyleme, xumara neyse eyleme. Birden vurarsan, eləyərsən, cavansız, mən gedirəm, işləyirəm, gücləyirəm, evdə olarsınız, birden dalaşarsınız. Oğlum yığdım ama öldü. Dedim ay Allah, yəqin Talih Bəxtiyarı öldürdü. Öyle düşündüm ben. Hiç ağlıma kızım gelmedi. Hiç bilmədim necə gəldim. Gəldim hadisə yerinə hiç çata bilmədim. Kramar Balinsiyaya gəldim, Sabunçu xəstəxanasına. Gəldim ki, içəri girəm, dedilər yox, reanimasiyadadır, girə bilməzsən. Elə qılçam tutuldu, oturdum, qaldım. Bəxtiyar da ki, yəqin getmişdi. 12-ci bölümü hadisəni belə. Siz gələndə hadisə yerində artıq onlar yox idi. Yox, mən hadisə yerinə heç getmədim. Heç getməmişsiniz. Getmədim, dedim mən o qanı görmək istəmirəm. Yaxşı, prokuror musunuz? Amma nəvəm çox ağladı ki, nənə bıçağı götürdü, atama dedi, sənin də başı üzəcəm. Barda çokdan götürdü, bıçağı vurdu. İndiyəndə ki, uşaq gecə gündüz dəli olur, yata bilmir. Atam anamı niyə öldürdü? Xanım, siz biraz Allah rəhmət eylesin, biraz təmkinli olun. Sizin qızınızla kürəkəniz arasında bir narazılıq uzun müddətli də vardı. Uzun müddət olsa da amma ki, yani bilmirdim də, mən ailə deyiləm, bax, mən nə bilim ki, ona... Siz bayaqdan elə onu izah edirsiniz. Yox, yəni belə problem deyildi. Suala qulasın ki, biləsiniz ki, nəyə cavab verirsiniz, siz nə bilsiniz, nə soruşdur. Siz bayaqdan sərbəst ifadənizdə qeyd elədiniz ki, qızınızla kürəkəniz arasında narazılıq vardı. Telefon üstü olur. Telefon üstü olur. Qısqanclıqla bağlı aralarında bir narazılıq olması barədə məlumatınız var idi? Mən onun nə Bəxtiyardan, nə xumardan elə şey duymamışam, eşitməmişəm. Ağlıma belə gəlməzdi, çox mehriban idilər. Bu hadisə olandan sonra maraqlanmışsınızmı ki, bunların arasında qısqanclıq olub? Qısqanclıq olub. Xumar deyirdi ki, mama, Bəxtiyar elə bilən mənim öz 15 yaşından getmişəm, elə bilən mənim öz qardaşımdır, öz balam kimidir. Bəxtiyarın arasında salondan hər gün pul atırmış Bəxtiyara ki, Bəxtiyar çocuq çəkmə. Siz deyirsiniz ki, Bəxtiyar xumarı telefondan istifadə eləməyə qadağan eləmişdir. Qoymurdu. Niyə? Bilmirəm niyə. Deyirsiniz ki, qardaşım oğlu... Deyirdi istəmirəm. Deyirsiniz bir dəqiqədə qulaq asın. Deyirsiniz ki, qardaşımın oğludur, qardaşımın yerində görürdü. Ailələrində də problem var. Və problem də telefon üstüdür. Bir dəfə Bəxtiyarı çağırıb soruşmaz ki, Bəxtiyar, niyə imkan vermirsən telefonla istifadə eləsin? O nə dedi bu? Dedi ki, mən istəmirəm də, mama bu sözü... Soruşma ki, niyə? Niyə dedim, dedi istəmirəm də, mama bu sözü da demə. Ailə mənimdə onun sözü demək istəmirəm. Səbəbini araşdıra bilmirəm. Araşdırmadım, heç demədi. Bəxtiyara da o qədər inanırdım da, dedim istəmirəmsə, mən durum ondan. Niyə pərdəni götürüm ki, istəmir də. Siz bu hadisədən sonra maraqlandınızmı ki, bunların arasında mübahisəyə səbəb nədir? Bax, bu hadisənin səbəbi nədir? Hadisənin səbəbi ilə şəkil deyirlər. Şəkil, amma bilmirəm o şəkil nədir, kimdir, mən də bilmirəm. Sizə kimdir ki, şəkil var? Prokuratura da dedi ki, nəsə şəkil var, video var. Kimin şəkili? Bilmirəm, dedi. Siz maraqlanmamışsınız? Maraqlanmışam. Adını dedilər sizə? Hə, dedilər. Nədir adı? Mətləb dedilər. O da ki, bortda işləyirdi, nədirsə. Siz o Mətləb adlı adamı tanıyırdınız? Mən belə tanımışam ki, onu Xumar neçə dəfə gətirib aparır. Mən də demişəm, Xumar, əgər taksi kimi vurursansa, niyə bu gəlir? Çıxıb demişəm ki, sən kimsən ki gəlirsən, 55 yaşın var, utanmırsan, belə yaşlı kişi idi. Dedi ki, yox xanım, nə olub ki, nə problem var? Dedim ki, problemi mənim qızıma birdən yaradarsan, ha? Dedi, Allah eləməsin. O zaman çıxdı, getdi, ondan belə... Deməli, sizin özünüzdə də şübhələr vardı da qızınızla. Yox, həmişə 3-4 dəfə o taksi gəlməyə mənim ağlıma gəldi də. Çünki Bəxtiyarın demişəm, maşın almışam Bəxtiyara ki, kreditin özü ödəyirdi. İlkin ödəniş verdim. Dedim ki, bax, arvadı apar, gətir, apar, gətir. Gözəl böyücək qız idi. Deyirdim, Bəxtiyar, onu qorur. Mən ona durub, qeyrətini çək onu. Evə niyə qoymursan? Deməli, o adamın aparıb gətirməsi, o Mətləb adlı adamın... Ürəyim nəysə... Siz suala qulasa bilərsiniz. Zəhmət olmasın, əziyyət olsun. Deməli, o adamı sizin qızınızı aparıb gətirməsi, sizdə bir şübhə yaratmışdı ki, qızınızın birdən o adamla münasibəti olmalıdır. Düzdür?
Yox, o ağlıma gəlməmişdi. Nəyə görə nə ona deyirdiniz ki? Deyirdim, birdən onlar da yox gedərsən. Deməli o şübhə ilə odur da, buradan deyirsiniz ki, buradan nəsə olur. O adam da deyirsiniz ki, etiraf eləmədi. Deyir ki, aramızda heç bir münasibət yox. Yox, onu soruşmamışam. Bəxtiyarla, həmin adamla bağlı sizin aranızda söhbət olubdur nə? Öz qızınızla, Xumarla rəhmətli ilə. Bunlar mən vurmuşam ki, bəs onunla niyə taksi kimi getsin? O deyir, taksidir, mamam taksi ilə gedir. Gündə bir taksi ilə getməliyəm. Bu iş üzrə siz zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınırsınız. Hazırda sizin şikayətiniz var, yoxsa yox? Şikayətçiyəm. Çünki bağlarım dəli olur. Bəxtiyarın Əlaqəsi yox, şikayətçiyəm. Siz qızınızla, digər qızınızla Məhəl adlı şəxslə birlikdə rayona getirsiniz. Hə, 150 manat pul vermişəm. Onu özünə verməmişəm. Qızım deyir ki, amma taksi var, bəs bir taksi, mən də bilməmişəm bunu. Dedim 150 manat, ama 150 manat ver, taksi saxlarsın, gəlsin. Onu da qızım, oğlum, hamısı maşında oldu. Yəni orada heç nə ola bilməz. 2 maşın getmişik, özünü bir doğumda. 150 manat pulunu vermişəm onu. Siz həmin şəxsi rayonda olan qohumlarınızın qarşısında sizin yeni kürəkəniniz, yeni ailə üzvünüz kimi təqdim eləmişsiniz qohumlara? Heç yox. Çox şey yalan deyir. Bu sualım var Bəxtiyara. Bəxtiyar, uşaqlarından hadisə vaxtı hər hansı bir maşında olublar? Maşında heç bir olmuyor. Harada olub həmin vaxt? Həyətdə. Bəli. Həyətdə. Sən bilirdinmi ki, uşaqlar həyətdədir və yaxud da görürdünmü ki, uşaqlar Yox, həyətdədir? uşaqlar görsənmir. Özü gətirib, uşaqlardan. Siz gözlüyünə siz həddən artıq müdaxilələr edirsiniz. Bir dəqiqə, qabaqlamaq istəyirsiniz cəmaat. İcazə verin, məhkəmə obyekti vəziyyəti ortalığa çıxarsın. Məhlənizdə hardan durub getmisən? Kafedən. Kafedən. Bəli. Kafedə sən yeyibsən də uşaqlar maşında olublar? Yox, şeydə olubdu. Bəli. Gözəllik salonundaydı uşaqlar. Uşaqlar gözəllik Bəli, salonundaydı. onları da götürdüm. Sən gəldin gözəllik salonuna, Bəli, yoldaşını götürdün. bəli, Uşaqlardan mı götürdün? bəli. Gətirdin hara? Dedin ki, onların evinin qapısında hadisə baş verdi. Bəli. Hadisə, sən telefona uşaqların iştirakı ilə maşın hərəkətdə ola baxmısan, yoxsa necə? Yox, uşaqlar evə qoyduqdan sonra baxmışam. Uşaqları Evə qoydu- yox, həyətə. Şahid Mətləb Cəfərov bildirib ki, taksi sürücüsü işləyir. Xomar Həsənli ilə 2024-cü ilin yayında tanış olub. Qadın ərinin onu tez-tez döydüyünü və bu səbəbdən ondan boşandığını deyib. Bunu bildikdən sonra rahat görüşüb münasibət quraraq anası, qardaşı və bacısı ilə tanış olub. İyul ayında qadın ona qardaşının Beyləqan rayonundan qız istədiyini və bununla əlaqədar onlarla birlikdə ora getməyi xahiş edib. Rayonda Samirə Həsənova ev sahiblərinə onu qohumu kimi təqdim edib. Oradan qayıdandan bir neçə gün sonra qadından uzaqlaşıb. Belə ki, anası ona zəng edib, qızının artıq yoldaşı ilə barışdığını söylədiyi üçün onunla münasibətini kəsib. Avqust ayında Xumarın rəfiqəsi Ruhiyyənin WhatsApp mobil tətbiqində statusda qadının vəfatı ilə bağlı paylaşım etdiyini görüb. Nə baş verdiyini soruşduqda Ruhiyyə Xumarın əri tərəfindən öldürüldüyünü yazıb. Samirə Həsənovaya başsağlığı verdikdə qadın səbəbsiz yerə ona qarğış etdiyindən bir daha onunla əlaqə saxlamayıb. Şahid Talih Həsənli ifadəsində göstərib ki, avqustun 17-sinə keçən gecə evdə yatan zaman Xumarın uca səslə onu çağırdığını eşidib. Heyətə çıxanda bacısı qana bulaşmış halda öləcəyini deyib üzərinə yıxılıb. O nə edəcəyini bilməyib, anasına zəng edib. Daha sonra köməyə qonşuları çağırıb, Xumarı Sabunçu xəstəxanasına aparıblar. Bəxtiyar artıq hadisə yerindən uzaqlaşıb, buna görə də onu görə bilməyib. Səhər saat 8 radələrində qəbul şöbəsindən bildiriblər ki, Xumar göstərilən tibbi yardımlara baxmayaraq ölüb. Məhkəmə çıxışları mərhələsində zərər çəkmiş şəxsin hüquqi varisi nəvələrinin xətrinə təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti olmadığını bildirib. Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Vəliyevin Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki, ona həmin maddənin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
2025-ci il martın 12-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum olunub. 5 gün qaldı,